Salam dəyərli izləyicilər, burada belə bir sual verir ki, qədim Romanın Respublika dövrünə aid olmayan xüsusiyyətləri müəyyən edin. Qulların öldürülməsinin qadağan edilməsi, təbii ki, qulların öldürülməsinin qadağan edilməsi Respublika dövrünə deyil, imperiya dövrünədir. Doğru cavabımız A variantında göstərilib. A doğru cavabdır, amma Karfagen dövləti ilə müharibə 264 Respublika dövrünə düşür. Plebeylərin xarakterini seçmə hüququ 5-ci əsrə aiddir, yenə də Respublika dövrünə aiddir. Çünki Respublika dövrü 509-dan deməli 27-ci ilə qədərdir. Vətəndaş müharibəsi 49-44 və yaxud deməli Oktavianla deməli Antoni arasında baş verən yenə də vətəndaş müharibəsi Respublika dövrünə düşür. Konsullar tərəfindən də idarə olunurdu. Elə A uyğun cavabdır. Digər bir sualda gəlir ki, Azərbaycan Respublikasının 20-ci yüzilliyin ilk 10 illiyinə aiddir. 21-ci yüzilliyin ilk 10 illiyinə aiddir. Avropa Şurasının Parlament Assambleyasının ərazi bütövlüyünü təsdiq edən sənədin imzalanması, Dünya Azərbaycanlıların 3-cü qurultayının keçirilməsi, 3-cü qurultayın 2006 deməli 1-ci ildə 1-ci qurultaydır, 2006 2-ci və 3-cü qurultay 2011-ci ildə keçirdiyi üçün deməli bu yanlışdır. BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib 2011-ci ilə aiddir. Bakıda ilk Avropa oyunlarının keçirilməsi 2015-ci ildədir. İpək yolunun bərpası üzrə deməli bağlı Bakı bəyannnaməsi isə 1998-ci ildə aid olduğu üçün götürmürük. Deməli elə doğru cavabın Avropa Şurasının ərazi bütövlüyünü təsdiq edən sənədin imzalanması burada A variantı uyğun cavab olacaq. Diqqətiniz üçün təşəkkür edirik.